belə impulsiv, idarə oluna bilməyən duyğularından qaynaqlanır. Yəni özünü idarə edə bilmir. Amma psixopat elə deyil. Psixopat öz işini incə-incə toxuyur. Şübhə çəkmir, diqqət çəkmir. Belə deyək ki, çox gözəl şəkildə törədəcəyi əməli planlayır. Və belə deyək, seri şəkildə, yəni seriya şəklində cinayətlər də törədə bilirlər bu insanlar. Ümumiyyətlə, psixopatlar çox qorxunc insanlardır. Və bu insanların qarşısındakı insanın acısını, əzabını hiss edəcək bir duyğuları yoxdur. Hiss eləmirlər. Yəni siz özünüzü ha öldürün onun qabağında, ha yırtın ki, ay bəs sən belə elədin, bəs sən elədin, nə bilim filan kəsi belə incitdin, peşman kəsi belə incitdin. Nə qədər istəyirsiniz deyin, onlara gedib çatan bir şey yoxdur. Çünki onların beyni bu cəhətdən funksiya göstərmir. Digər cəhətdən çox ağıllıdırlar, yüz ölçüb bir biçirlər. Amma duyğu məsələsində bu insanlar yoxdur. Ona görə də psixopatlar çox qorxulu şəxsiyyət pozuntusuna sahib olan insanlardır. Hər birimizə bu tip insanlardan uzaq olmağı arzu edirəm və ayıq-sayıq olmağı da təbii ki öz yerində.